Bu günləri Ermənistan və Azərbaycan arasında sülh tənzimlənməsi ilə bağlı 12 dəfə deməli fikir mübadiləsi və redaktör xarakterli addımlar atılıb. 12-cisinin Azərbaycan cavablarını verib, göndərib Ermənistana. İndi biz cavab gözləyirik. 5 məsələ ətrafında çox ciddi fikir ayrılığı var. 5 məsələ. Birincisi, hansı ki, bu sülh müqaviləsinin 2 razılaşmayan əsas bəndləridir. Hansı ki, sülh müqaviləsindən salınıb, amma razılaşma yoxdur. Bu, hər iki dövlətin bir-birinə qarşı beynəlxalq məhkəmələrdə iddialarının imtina edilməsi məsələsidir. İkincisi, üçüncü dövlətin, üçüncü tərəfin daha doğrusu Ermənistan-Azərbaycan sərhədində təmsilçinin icazə verilməməsi məsələsidir. Söhbət Avropa İttifaqının dırnaqarası mülki missiyasından gedir. Azərbaycan israrlıdır ki, bu məsələlər həllini tapsın. Amma sülh müqaviləsində olmayan, amma Azərbaycanın təqdim etdiyi deməli tələb var. Bu, ilk növbədə ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlıdır. Çünki onun missiyası bu münaqişəni həll etmək idi. Münaqişə həll olub və onu ATƏT-in Minsk qrupu həll etmədi. Öz mandatını yerinə yetirə bilmədi. Əksinə mane oldu və de facto məsələ həllini tapıb, de jure baxımından da daha doğrusu de facto ATƏT-in Minsk qrupu yoxdur, de jure baxımından da onu artıq ləğv etmək lazımdır. Və yeri gəlmişdən Paşinyan son çıxışlarında buna oxşar fikirlər səsləndirdi bizim mövqeyini üstə düşən, amma əməli addım atmır. Bu üçüncü bir məsələ. Dördüncü məsələ Ermənistan-Azərbaycana qarşı ərazi iddiasının konstitusiyasında təsbit olunması ilə bağlıdır. Preambulasında bu yazılıb və bizim tələbimiz odur ki, referendum keçirilsin və bu bəndi çıxarsın. Yəni, bu iddia artıq ali qanuni səviyyəsində aradan qaldırılsın. Bizim tələbimizdir. Və nəhayət 5-ci, hansı ki, bu müqavilədən çıxarılıb, sülh müqaviləsindən kənar müzakirə predmetidir. Bu Zəngəzur dəhlisinin açılışı ilə bağlı məsələdir. Və bu məsələ də əslində 10 noyabr sənədində öz əksini tapıb. 9-cu bəndə bu məsələ həsr olunub ki, bu kommunikasiyalar bərpa edilməlidir və Rusiyanın sərhəd qoşunları orada təhlükəsizliyi təmin etməlidir. Bax, bu məqamda Ermənistan tərəfi özünü elə aparır ki, sanki Paşinyan həmin sənəddə və həmin bəndin altına imza atmayıb. Sanki belə bir görüntü yaradır, amma sənəd də ortada, fakt ortada. Paşinyan deyir ki, belə bir öhdəliyimiz yoxdur. Yəni, Rusiyanın təmsilçiliyi ilə bağlı öhdəliyimiz yoxdur. Və Azərbaycanın mövqeyilədir ki, bizim Zəngəzura həm yüklərin, gələcəkdə isə sərnişinlərin daşınması prosesində təhlükəsizlik təmin edilməlidir və eyni zamanda maneəsiz keçid təmin edilir. Maneəsiz keçid nədir? Yəni, orada gömrük məntəqələri olmasın. Bizi saxlayıb yoxlamasınlar orada. Amma Ermənistan isə bu məsələyə bağlı fərqli mövqedədir və qeyd edir ki, Rusiya yox, məhz Ermənistanın təhlükəsizlik orqanları, polisi və s. o təhlükəsizlik təmin etsin. Bizim vətəndaşımız üçün bu çox riskli məsələdir. Bu məsələ həllini tapmalıdır. Ən azı iki dövlət arasında münasibətlərin yaxın və orta perspektivi üçün bu məsələlər tənzimlənməlidir. Gələcəkdə baxılar, doğrudan da münasibətlər normal məzərəyə düşsə, yeni nəsil formalaşsa, bu kimi hallarda ona yenidən baxmaq olar. Amma yaxın və orta perspektivi üçün təhlükəsizlik məsələlər bir nömrəli məsələdir.